Yaşad Fondunun təşkilatçılığı ilə şəhidlərimizin həyat yoldaşları üçün reallaşdırılan Zərif Görüş layihəsi çərçivəsində növbəti tədbir Bakıda baş tutub. Görüş səhər yeməyi formatında təşkil olunub və 31 iştirakçını əhatə edib. Bu layihənin məqsədi çox çətin bir dövrdən keçmiş şəhidlərimizin xanımlarının üzlərində təbəssüm yaratmaq, onlara məxsus olan, sırf onlardan bəhs edən bir neçə saatı birlikdə qeyd etməkdir, birlikdə keçirtməkdən ibarətdir. Tədbirdə Referans Poliklinikin Nəsimi filialının ailə həkimi terapevti Fərəh Məmmədova tərəfindən qadın sağlamlığı mövzusunda məlumatlandırıcı sessiya keçirilib. Bu çərçivədə iştirakçılara sağlam həyat tərzi və profilaktik müayinələrin əhəmiyyəti barədə ətraflı məlumat verilib. İştirakçılara Torti Şirniyyat evi tərəfindən xüsusi hazırlanmış kiçik tortlar təqdim olunub və ustad dərsi təşkil edilib. Yaşad Fondu hər zaman bizim yanımızdadır. Şəhid övladlarının, şəhid analarının, şəhid yoldaşlarının həmişə qayğısına qalır. Bizim də maraqlanırlar. Digər tərəfdə Həsən Əmidin doğum günündür. Sürpriz oldu mənim üçün. Təbrik etdilər. Çox sağ olsun əməkdaşlarımız, təşkil edən hər bir kəs. Həm birləşdik, həm söhbətləşdik. Çox maraqlı keçdi. Çox xoş oldu bizi bu tədbirə dəvət elədilər. Bugünkü tədbirə görə Yaşad Fonduna çox təşəkkür edirəm. Bizi bir yerə yığıb şəhid xanımlarını. Qeyd edək ki, layihənin sponsorları Nixol Holding, Baksel və Norum ASC-dir. Tərəfdaş isə Günaydın restoranıdır. Dəstəkçilər Referans Medical Group, Azərmed MMC, Torti Şirniyyat evi, Yuxulu Pajamasdır. Media tərəfdaşı Asan TV və radiodur. YouTube kanalımıza abunə olun.